Birləşmiş Ştatların Maliyyə naziri Scott Bessent Ukraynadakı münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olmaq üçün Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını, o cümlədən Rusiya banklarının SWIFT sisteminə qoşulmasını istisna etməyib. O, bu barədə Fox News-a müsahibəsi zamanı məlumat verib. Bildirib ki, bütün seçimlər masadadır. Rusiya rəhbərliyinin növbəti addımları sanksiyaların sərtləşdiriləcəyini və ya yumşaldılacağını müəyyən eləyəcək. Həmçinin o qeyd edib ki, Birləşmiş Ştatlar dövlət katibi Marco Rubio da Qərbin Ukraynadakı münaqişənin yekun həllinə nail olması üçün Rusiyaya qarşı sanksiyalar rejiminə yenidən baxmağa məcbur olacaq. Ekspertlərin sözlərinə görə Rusiya üzərindən sanksiyaları götürmək sadə məsələ deyil. Çünki sanksiyaların bir hissəsi Birləşmiş Ştatlar tərəfindən, böyük bir hissəsini isə Avropa İttifaqı ölkələri tətbiq edir. Tez-tez Avropa İttifaqı nümayəndələri Rusiya üzərindən sanksiyaların götürülməyəcəyi ilə bağlı açıqlamalar verir. Lakin buna baxmayaraq Rusiya birbaşa Birləşmiş Ştatlardan asılı olan sanksiyaların götürülməsində israrlıdır. Həmçinin rəsmi Moskva Rusiya donanmasına başqa limanlarda xidmət etmək sərbəstliyini də tələb edir. Amma yenə də burada məsələ qalxır ki, yəni Rusiya donanması deyək Qara dənizdən, başqa demək ərazilərdən keçəcək və onlar da Avropa ölkələrinin limanlarına yaxınlaşır. Avropa ölkələri xidmət edəcəkmi, etməyəcəkmi? SWIFT sistemindən istifadə edilsin məsələsi. Bunu Amerika Birləşmiş Ştatları bu məsələni həll edə bilər. Amma o birisi tərəfdən, yəni reallıqda bu işləyəcəkmi? Çünki yenə deyilək ki, burada Avropa ölkələri birbaşa bu prosesi belə ləngidə biləcək. Birləşmiş Ştatların Ukraynanın nüvə elektrik stansiyalarının nəzarətinə götürməsi məsələsi mətbuatda geniş müzakirə olunur. Sözdə Birləşmiş Ştatlar və Rusiya bu məsələdə razılığa gəliblər. Lakin Ukrayna rəhbərliyi açıqlamasında bildirib ki, bu məsələdə Ukrayna heç bir güzəştə getməyəcək. Ağ Evin rəsmi Moskvadan tələblərinə gəldikdə isə Trump administrasiyasının masa üzərində Kremlə ciddi tələblər qoymadığı göz qabağındadır. Amma mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının qəti strateji xətti yoxdur Rusiya danışıqlarda ki, sabahları sülh masası arxasında Rusiyadan hansı tələblər olacaq. Amerika Birləşmiş Ştatları, xüsusən də Donald Trump'ın əsas məqsədi atəşkəsə nail olmaqdır. Atəşkəsə nail olunsun, ondan sonraki məsələlər isə danışıqlar prosesində həll olunsun və təbii ki, bu nə Ukraynanı razı salır, nə Rusiyanı razı salır, nə ki Avropa İttifaqını razı salır. Siyasi şərhçilər bildirirlər ki, Donald Trump'ın sanksiyalara götürməsi heç də real görünmür. Maraqlı məsələ orasındadır ki, Kreml rəhbərliyi qoca qitənin mövqeyini bilsə də, Trump administrasiyası ilə bu diplomatik oyunu davam etdirməyə çalışır.